Fasilitator müəllim deyəndə nə nəzərdə tutulur? Fasilitator müəllim kimdir? Bəli, fasilitator müəllim yəni yol göstərən, istiqamət verən, şagirdə bələdçilik edən müəllim nəzərdə tutulur. Bəli. Müzakirə, düzdür? İnteraktiv yollarla, müzakirə formatında dərsləri keçməyə üstünlük verməlidir. Yəni, baxın, fasilitator müəllim deyəndə, müəllim burada təbii ki, ilk növbədə şagird yönümlü yanaşmalıdır. Şagirdlərin maraq tələbatları, onların istedad və qabiliyyətlərini nəzərə almalıdır. Həmçinin də müəllim, məsələn, belə deyirlər, yanlış yanaşmalar var bununla bağlı. İnsanlar elə bilir ki, fasilitator müəllim deyəndə və yaxud da kurikulum deyəndə müəllim dərs izah eləməməlidir. Elə deməlidir ki, şagird, al bu səhifə filandır, ged oxu, araşdır, gəl, belə dərs keçməlidir. Yanlış yanaşma, düzdür? Elə dərs olmur yəni. Elə kurikulum yoxdur, elə fasilitasiya yoxdur. Bir çox məktəblərdə mən görmüşəm. Praktikaya gedən tələbələrə bəzən deyirlər ki, kurikuluma görə dərs belə keçilməlidir güya, müəllim izah verməməlidir, bunu etməlidir, onu etməlidir. Yanlışdır. Yəni, söhbət təlimdən gedirsə, dərsdən keçirsə, burada nə olmalıdır? İzah olmalıdır təbii ki. İzah olmalıdır. Sadəcə, baxın, əgər müəllim keçdiyi dərsi hər xırda detalına qədər şagirdə izah etməyə çalışırsa, bu artıq yanlışdır. Necə ki, biz onu harada demişdik? Hansı nəzəriyyədə demişdik? Bəli, sosial inkişaf nəzəriyyəsində. Düzdür? Sosial inkişaf kimin nəzəriyyəsi idi bu? Lev Vygotsky'nin nəzəriyyəsi. Bəli, Vygotsky deyirdi ki, hansı strategiyadan istifadə edin? Scaffolding strategiyasından. Scaffolding edin, müvəqqəti dəstək göstərin, müəyyən qədər, müəyyən yerə qədər. Qoyun şagird neynəsin? Özü araşdırsın, axtarsın, öyrənsin. Yəni, sən ona istiqamət verirsən amma, Piaget'dəki kimi demirsən, ancaq özü öyrənsin. Sən istiqamət verirsən, uşaq özü onu qazanır. Bəli, fasilitatorluqda budur. İstiqamət vermək, düzgün yol göstərmək. Deməli, müəllim dərsini yenə də izah edir təbii ki, sual cavabını da aparır. Sadəcə dərsi daha maraqlı, interaktiv yollarla qurur. Yəni, fərq budur. Eyni zamanda, bayaq dediyiniz kimi, mühazirə tipli dərslərdən çıxır, ancaq müəllimin özü danışmır, şagirdlərə də yer verir, onların da fikirlərinə hörmətlə yanaşır. Şagirdlərin yerinə qərar qəbul etmir. Baxın, fasilitator müəllim şagirdlərin yerinə qərar qəbul etmir, onları qərar qəbul etməyə sövq edir. Yəni, çünki özləri qərar qəbul eləməlidirlər. Ən böyük bacarıqlardan, ən vacib bacarıqlardan da biri hansıdır? Qərar qəbul etmək bacarığı, müstəqil şəkildə, düzdür? Onların yerinə işi özü icra etmir, onları problemi özlərinin həll etməsinə istiqamətləndirir. Yəni, qarşıya bir problem çıxanda, problem həll etmə səriştəsini formalaşdırır. Əgər şagird özü tək başına öyrənə bilmirsə, onu yönləndirir ki, müstəqil öyrənsin. Özü tək başına müstəqil öyrənmə bacarıqlarına sahib olsun. Fasilitator müəllim sizcə şagirdləri idarə edən tərəfdirmi? Yəni, şagirdləri idarə edir müəllim. Doğru cümlədir, yoxsa yanlış cümlədir sizcə? Şagirdləri idarə edir. Yanlışdır, bəli, idarə etmir. Baxın, şagirdləri idarə edən yox, sinifi idarə edən tərəf deyə biləcəyik ona. Sinifi idarə edir, şagirdi yox. Yəni, şagird özünü idarə etməyə bacarmalıdır. Biz ona özünü idarə etmə bacarıqları formalaşdırmalıyıq. Daha müəllim şagird idarə etməməlidir. Şagird özünü idarə etməyi bacarmalıdır. Müəllim də ümumi sinifi idarə etməlidir. Müəyyən qaydalarla, prosedurlarla, gözləntilərlə ki, sinifdə dərs prosesi axıcı olsun. Amma müəllimin durub demək ki, yəni bizim deməyimiz ki, müəllim şagirdləri idarə edir, bu yanlışdır. Doğru deyil təbii ki. İstiqamətləndirə, yönləndirə bilər və onların özlərini idarə etməsinə sövq edə bilər onları. Belə, sonra fasilitator müəllimin 3 əsas funksiyası var burada. Bələdçi müəllim, məlumatla təmin edən və bir də tədqiqatçı müəllim. Bələdçi müəllim kimdir? Bələdçi müəllim deyəndə nəyi nəzərdə tuturuq? Bələdçi müəllim rolu odur ki, müəllim şagird münasibətlərində, müəllim şagirdi həvəslə, istəklə, maraqla yönləndirməlidir. Onu həvəsləndirməyi bacarmalıdır. Düzdür? Yəni, şagirdi tanımalı və onu həvəsləndirməyi bacarmalıdır. Eyni zamanda məktəbdən kənar fəaliyyətlərə cəlb etməyi bacarmalıdır. Müxtəlif kurslara, dərnəklərə və s. cəlb etməyi bacarmalıdır. Baxın, burada belə bir termin var. Deyir, müəllim şagirdi entuziazmla yönətməlidir.
Entuziazm nədir? Eşitmisiniz belə bir söz? İlk dəfə də eşidirsiniz. Həvəsləndirmədir. Bəli, entuziazm müəllimin özünün həvəsli, istəkli davranışıdır. Yəni deyir ki, müəllim özü həvəsli, istəkli olmalıdır ki, qarşı tərəfə də onu ötürə bilsin. Bu təkcə müəllimdə belə deyil, bütün sahələrdə belədir. Sən hansısa bir işi görürsənsə və səndən kimsə nəsə öyrənirsə, sən o işi sevdiyini göstərməlisən. Qarşı tərəf görməlidir ki, bu adam bunu sevir, düzdür? Məsələn də gəlsin müəllim burada başlasın danışmağa. Fasilitator kimdir? Fasilitator proses dairədən tərəfdir. Mızıldaya da belə bir sözlə desək. Sizi cəlb eləyər o. Cəlb eləməz. Heç eşitməyəcəksiniz ki, müəllimlə danışır. Və müəllim gəlsin bütün gün otursun burada, oradan hər şeyi idarə eləsin. Bu cürlə dərs qurulmayacaq, düzdür? Və ya ancaq aktiv şagirdlərlə otursun, söhbət eləsin, onları inkişaf etdirsin, digərləri kənarda qalsın. Yəni bunların hər biri yanlışdır. Müəllim birinci öz işinə qarşı həvəsli, istəkli olmalıdır, entuziazmla işini icra eləməlidir ki, şagirdlərdə də bir həvəs də yarada bilsin. Yəni də baxın, misal üçün, mən kimdənsə nəsə öyrənirəm, düzdür? Baxıram ki, bu adam ancaq tənqid eləyir, ancaq qınıyır, bütün günü o üzündən zəhrimar yağır. Bu işi sevmir də yəni. Eyni zamanda bu işdən onun bir maddi, mənəvi gəliri də yoxdur. Mən də ruhdan düşəcəm. Deyəcəm elə budur da, müəllim budur, müəllim belədir, müəllim elədir. Yəni bu yaşaya bilmir də bu işlə. Mən də yaşaya bilməyəcəm onsuz da. Və nəticədə sən ruhdan düşürsən, o işə səndə o işə qarşı həvəs yaranmır. İnsan gərək işini sevsin, həvəslə görsün ki, qarşı tərəfdə də bir maraq oyada bilsin. İkinci, məlumatla təmin edən müəllimdir. Məlumatla təmin edən deyəndə, daha müəllimin elə boş-boş məlumatlar verməsi, hər o eşitdiyini gəlib danışması nəzərdə tutulmur da. Məlumatla, lazımi məlumatlar, yəni bu günün, dövrün, zamanın tələbi. Bu gün bizə nələr lazımdır? Məsələn, onlardan danışması, texnoloji yeniliklərdən, dünyada baş verən inkişafdan danışması, məsələn. Dünya nə edir? Bu saat süni intellekt, nə bilim, yeni texnologiyalarla inkişaf edir. Biz də nə edirik? Biz də, nə bilim, müəyyən Azərbaycan dilində, nə bilim, bu sözün burasından bir dənə ğı qoyaq gərək, ya q qoyaq, ya d qoyaq. Yəni işimiz gücümüz ancaq nədir? O xırda para şeylərin üzərində işləməkdə. Cəmaət fizika, riyaziyyatla, nə bilim, kimya ilə, coğrafiya inkişaf eləyən birinci məsələ. Sadəcə bir əsas lazım olan bu günün dövrün tələbi, bizi inkişaf etdirə biləcək nələrəsə baxmaq lazımdır da, təbii ki. Milli bəşəri dəyərlərimiz də hamısı gözəldir. Amma inkişaf eləmək üçün gərək ki, o dünya necə inkişaf edir, onlara baxasan, bir onlardan örnək götürəsən, o yöndə istiqamətlənəsən. Bir də tədqiqatçı müəllim rolu var. Tədqiqatçı müəllim deyəndə nəyi nəzərdə tuturuq? Yəni araşdırmaçı. Şagirdlərini araşdıran müəllimdən gedir söhbət burada. Yəni araşdırması deyəndə müəllimin öz araşdırması yox, şagirdlərini tanıması, onları düzgün istiqamətləndirməsi, onlara uyğun üsullar, yollar seçməsi, onlara uyğun dərs qurmasından gedir söhbət. Tədqiqatçı müəllim də budur. Sonra fasilitator müəllimin yaxşı fasilitator olmaq üçün özündə, daha doğrusu edəcəyi işlər nələrdir? Birincisi, təlim nəticələrini şagirdlərə əvvəlcədən elan etmək. Yəni dərsin məqsədi nədir, qiymətləndirmə meyarı nədir? Bunlar şagird bilməlidir ki, nə əldə edəcək. İkincisi, şagirdlərin məqsəd və maraqları ilə tanış olmaq, yəni onları nə istəyir, bunu bilmək. Şagirdləri cəlb etmək və dördüncüsü, baxın, nə deyir burada? Deyir ki, sinif otağından kənara çıxın. Yəni ki, müəllim də adamdır da, müəllim də insandır. Bir çıxsın o da çölə, havasını dəyişsin, uşaqlarla getsin, gəzsin. Bunu nəzərdə tutmur sizcə? Aha. Deməsəydi bilməyəcəyiz elə gəlir. Baxın, bəli. Deyir, sinif otağından kənara çıxın. Yəni, həyatla əlaqələndirin. Yəni, uşaqlara bir həyatı situasiyalar çəkin, nümunələr çəkin. Başa düşsün ki, söhbət nədən gedir. Dırnaq arası çıxın yazıb. İki formadadır. Həm həqiqətən çölə çıxmağı nəzərdə tutur. Gedib siqaret çəkməyi yox da, yəni. Uşaqlarla birlikdə gəzintilərə getməyi, ekskursiyalara getməyi, sonra onları həyətyanı sahələrə aparmağı, məktəbdən kənar, bəli. Həm də eyni zamanda dırnaq arası. Yəni, həyatla əlaqələndirməyi də nədir? İkisini də nəzərdə tutur. İndi burada yazıblar da, onu olsa, mən prosto dedim, görün, bilirsiniz özünüz.
və fasilitator müəllimin özündə formalaşdıracağı bacarıqlar. İlk növbədə müşahidə bacarığı var. Yəni müəllim müşahidə etməyi bacarmalıdır, izləməlidir ki, görsün kim nə ilə məşğuldur və necə məşğuldur. Təkcə müəllim onların suala cavab verməsini yox, həmçinin də bir-birlə münasibətini, onların davranışlarını və s. izləməlidir. Dinləmə bacarığı olmalıdır müəllimin. Müəllim şagirddən istədiyi cavabı alana qədər yox, şagirdin necə cavab verdiyini daha çox izləməlidir. Yəni mən sual verirəm, əsas onun mənim istədiyim cavabı verməsi deyil, onun özünün necə suala cavab verməsidir. Hansı formada cavab verir? Məsələn, bütün gün əzbərləyib gəlib əzbərdən mi danışır, yoxsa öz sözü ilə mi danışır, bir yaradıcılığı varmı, tənqidi yanaşa bilirmi və s. Dinləmək bacarığıdır bu. Sonra gəlir burada məqamında düzgün müdaxilə etmək bacarığı. Məsələn, bugün şagird bir səhv eləyibdir. Müəllim də bir həftədən sonra deyir, sən filan yerdə səhv eləmişdin, ona görə bunu da səhv eləmişsən. Bu artıq gecikdirilmiş rəydir. Yəni, müəllim məqamında düzgün şəkildə vaxtında rəy verməyi bacarmalıdır. Düzgün müdaxilə etməyi bacarmalıdır. Burada müəllimin şagirdə rəy verməsindən gedir söhbət dediyim kimi. Şagird bugün misal üçün tapşırığı yaxşı işləyibsə, vaxtında dəyərləndirilməlidir. Səhv eləyibsə, vaxtında ona demək lazımdır ki, bunu belə ilə düzət. Yəni. Düzəltmək üçün istiqamət verilməlidir. Bir də var müəllimin planlaşma bacarığı. Planlaşma və hazırlıq bacarığı. Planlaşma və hazırlıq bacarığı. Burada da öz əksini tapır. Yəni, müəllimin hər zaman bir nə olmalıdır? Plan olmalıdır. Planlaşdırmalıdır işini. Çünki bu zaman müəllimin özünə inamı artır. İşini sistemli görür. Sinifi idarə etməyi də bacarır. Bəli, bu da müəllimin planlaşdırma bacarığıdır. Belə, bu müəllimin fasilitasiya bacarığıdır. Bunu öyrənəcəksiniz, testini işləyəcəksiniz. Bir də iş formaları. Baxın, iş formaları 4 dənə iş formamız var. Fərdi, cütlərlə, qruplarla və bütün siniflə iş formaları. Bu iş formalarını biz nəyə əsasən seçirik? Dərsin məqsədinə, mövzuya yox. Dərsin məqsədinə uyğun iş forması seçilir. Məqsədə uyğun olaraq forma seçiləcək. Ona uyğun olaraq iş üsulu seçiləcək. Hər bir şey məqsədə uyğun seçilir dərsdə. İnteqrasiyada, resursda, sonra nədir onun adı? İş üsulu da, iş forması da, hamısı qiymətləndirmə də təlim nəticəsinə, yəni dərsin məqsədinə uyğun seçilməlidir. Məqsəddən gələn əsas bacarıqlar bizə lazımdır. Və müəllim il ərzində bu 4 iş formasının 4-ündən də istifadə etməlidir. Yalnız birindən istifadə etməsi yanlışdır. Məsələn, əvvəllər belə başa düşürdü ki, insanlar kurikulum deyəndə ancaq qruplarla işləməlidir şagirdlər. Ancaq qruplarla iş görməlidir. Düzdür? Bu yanlışdır təbii ki. Düzdür, qruplarla işin şagirddə formalaşdırdığı bacarıqlar çoxdur. Sosial bacarıqlar, dövrün bacarıqları var. Amma digər iş formalarında öz üstün cəhətləri var. 4 iş formasının hər birinin faydası var, üstün cəhətləri var. Bu üstün cəhətlərini nəzərə alaraq biz nə edəcəyik? İş formasını, iş üsulunu seçəcəyik. Baxın, burada şagird görürsünüz. Çox getdi. Bizə dəqiqə. Görürsünüz, burada gülür. Görürsünüz, xoşuna gəlir. Nə qəşəng, kefi yerindədir. İşləyir özü üçün. Niyə sizcə? Çünki tək başına işləyir. O, başqaları işləməyi sevmir. Özü rahatdır. Hər şey onun üçün xoşdur. İşləyir özü üçün yəni. Başına aparan yoxdur, nə bilim, onunla dalaşan yoxdur. Özü tək başına işləyir deyə sevinir. Fərdi işdir bu, yəni tək başına çalışmasıdır şagirdin. Fərdi işin faydası nədir? Faydası odur ki, əsasən həm introvert şəxsiyyət tiplərinin sevdiyi bir üsuldur. Introvertlər təkliyi sevən insanlardır ki, onlar tək işləməyi sevir. Öz qərarını özü versin, planını qursun, işini görsün və s. Şəxsiyyət tipidir. Bir də fərd daxili intellekt Qarnerə görə bunu da bilirik ki, fərd daxili insanlar da sevirlər təbii ki, bu cür işləməyi. Şagirdlər öz templəri ilə işləyirlər ilk növbədə. Öz zəif güclü tərəflərini bilirlər. Fərdi işləyən, üstün cəhətləridir, faydasıdır. Metakognitiv bacarıqları inkişaf edir, düzdür? Təfəkkürün hansı növü daha çox inkişaf edir sizcə? Məntiqi, tənqidi yoxsa yaradıcı? Hamısı inkişaf edir, amma tənqidi daha çox burada formalaşır. Çünki özünə neyinir? Tənqidi yanaşır. Öz zəif güclü tərəflərini bilir. Metakognitiv bacarıqları formalaşır, refleksiya etmiş olur, düzdür? Bu fərdi işin üstün cəhətləridir.
Bir də var fərdi işin çatışmayan tərəfləri, çatışmazlığı. Buna da aiddir. Əgər sinifdə şagird sayı çox olarsa, baxın, şagird sayı çox olarsa, təbii ki, müəllim hər kəsə vaxt çatdırmaya bilər. Fərdi işdə müəllim şagirdlərin işinə baxmalıdır. Onların düzgün qiymətləndirməlidir, rəy verməlidir, yer gələndə köməklik eləməlidir və s. Amma sinifdə şagird sayı çox olanda müəllim bunu çatdırmaya bilər. Ona görə fərdi iş burada yaxşı formalaşmaya bilər, inkişaf etməyə bilər. Bir də dövrün bacarıqları. Onların əməkdaşlığı, ünsiyyəti, birlikdə problem həll etmək kimi bacarıqları da kölgədə qala bilər. Bu fərdi işin çatışmazlığıdır. Bir də yadda saxlayın, fərdi iş həm müəllim tərəfindən qiymətləndirilə bilər, həm şagirdlərin özlərini qiymətləndirməsi həyata keçirilə bilər. Həmçinin də qarşılıqlı qiymətləndirmə də ola bilər fərdi işdə. Yoldaş qiymətləndirməsi də ola bilər. Yəni, şagirdin birinin işini digəri də dəyərləndirə bilər. Tək-tək olsalar da, yəni. Yoldaş qiymətləndirilməsi də mövcuddur. Sonra ikinci iş formamız, baxın, burada da, yenə çox getdi, yox. Burada da, baxın, bu uşaqlar nə edir? Bir yerdə işləyirlər, cütlərlə işləyirlər. Burada kitaba baxıb bilmirəm, qeybət edirlər, yoxsa orada nəsə müzakirə aparırlar. Amma nəsə bu yaxşı bir şeydir, bu da təəccüblənibdir. Bilmirik amma nə deyir. Yəqin kitabdan oxuyur. Cütlərlə işləyirlər, bir yerdə çalışırlar, bir-birindən öyrənirlər, əməkdaşlıq edirlər. Bu onun faydasıdır təbii ki. Uşaqlarda baxın, empatiya bacarığı formalaşır. Aktiv dinləmə bacarığı və empatiya formalaşır, empatiya hissini gücləndirir. Niyə? Çünki onlar bir-birindən çalışırlar, bir-birinin zəif sülü tərəflərini bilirlər, bir-birinə qarşı köməklik edirlər, bir-birinə hörmətlə yanaşırlar, dinləyirlər, fikir bildirirlər və s. Həm də rəy vermə bacarıqları da inkişaf edir onların. Çatışmayan tərəfi nədir? Bir də şəxslərarası uşaqlar, ekstravert uşaqlar sevirlər bu iş formasını. Çatışmayan tərəfi sizcə nə ola bilər? Əgər uşaqların bir-birinə qarşı mənfi münasibəti varsa, nə edəcəklər? Dalaşacaqlar, işləməyəcəklər. Bir-birinə qarşı düzgün rəylər verməyəcəklər, bir-birinin işini düzgün qiymətləndirməyəcəklər, sonra bir-birinə razılaşmayacaqlar. Yəni, orada dalaşacaqlar. Bu da gətirib onun mənfi tərəfinə çıxaracaq təbii ki. Cütlərdə bəli, 2 nəfər olur, doğrudur. O fərdi iş olur artıq tək. Necə? Hə, uşaq sayına görə bölünsə, baxır da indi müəllim olacaq, elə olacaqsa, misal üçün birini o birilərinin yanına salıb üçlü eləyəcək. Bəli. Çatışmazlığı budur. Belə. Qiymətləndirilməsinə gəldikdə də yoldaş qiymətləndirilməsi, müəllim qiymətləndirilməsi də mövcuddur. Qruplarla iş. Baxın, burada da uşaqlar nə edir? Qruplarla işləyirlər, kiçik komanda şəklində çalışırlar. Nəsə maraqlı bir telefondur, yoxsa bilmirəm planşetdir, nəsə onun haqqında nəsə yazırlar, baxıb yazırlar. Əsas odur ki, maraqlıdır onlar üçün. Qruplarla işdə kiçik komandalar şəklində fəaliyyət göstərir şagirdlər və həmçinin də onlar müxtəlif fəaliyyətlər üzərində çalışa bilirlər. Bəli, müxtəlif fəaliyyətlər. Şagirdlər üçün daha çox biliş bacarığın tətbiqi üçün şərait yaranır. Onlar daha çox biliş bacarıqlarını edə bilirlər, tətbiq edə bilirlər burada. Problem həll etmə bacarıqları, əməkdaşlıq, ünsiyyət qurma bacarıqları, yaxın inkişaf zonası güclənir, inkişaf edir. Yaxın inkişaf zonası da problem həll etmə zonasıdır. Və demişik, bilirsiniz onsuz da Vygotsky'nin keçmiş hissində. Belə, qruplarla işin üstün tərəfləridir. Çatışmayan tərəfi nədir? Bəzi şagirdlər az, bəziləri çox işləyə bilir qrup daxilində. Yəni, aktivlər işləyir, passivlər də onların kölgəsində gizlənir. Bu da sonra gətirib narazılığa səbəb ola bilir. Müəllim qiymətləndirir qrupu, sonra o işləyənlər deyir ki, falan kəs işləməmişdi, nə yaxşı ona da qiymət yazırsınız yəni. Niyə ona da qiymət yazırsınız? Bəli, onlar heç nə öyrənmir, doğrudur. Həmçinin də narazı olurlar bir-biri ilə. Bunun üçün müəllim nə etməlidir? Bunun qarşısını almaq üçün müəllim qiymətləndirmə meyarlarını əvvəlcədən şagirdlərə deməlidir. Yəni, mən sizi nəyə görə qiymətləndirəcəm? Əməkdaşlığa görə, ünsiyyətə görə, bir-birinə kömək etməyə görə və s. Yəni, əvvəlcədən qiymətləndirmə meyarlarını versə, şagird də yəni sabah deyə bilməsi ki, müəllim məni niyə qiymətləndirmədi yaxşı? Çünki meyarlar, qrup işinin meyarlarını vermişdi müəllim. Ona uyğun fəaliyyət göstərmədikdə, müəllimin də qiymətləndirməsi orada nə olur? Dəyişir təbii ki. Bir də, təbii ki, qrup işində,
bütün siniflər işdə səs-küy yarana bilər, xaotik səs-küy. İki cür səs-küy ola bilər. Bir işgüzar səs-küy, bir də xaotik. İşgüzar odur ki, sinifdə dərs prosesində müzakirə gedir, burada nəsə bir səs-küy yaranır. Amma xaotik odur ki, hərə özü üçün danışır, söhbət edir, deyir, gülür, dərs prosesi bu cür qurulur. Bu xaotik səs-küy adlanır. Təbii ki, qeyri-məhsuldardır. Bu qeyri-məhsuldar səs-küy ortaya çıxmasın deyə müəllim nə etməlidir? Müəllim əvvəlcədən qrup işinin qaydalarını verməlidir şagirdlərə. Qrup işi qaydaları da burada verilib. Məsələn, danışıq növbəsini gözləyin, bir-birinizi dinləyin, bir-birinizin şəxsinə deyil, fikirlərinə hörmət, yəni ideyalarına fikir bildirin, bir-birinizə yardım edin və s. Bir də var bütün siniflə iş. Bütün siniflə işdəki bizim ənənəvi dərs formatıdır. Hər kəsin birlikdə çalışmasıdır. Bütün sinifin kollektivlə işlə deyilir buna. Bütün siniflə işlə deyilir. Üstün cəhəti odur ki, bütün sinif eyni bir fəaliyyət üzərində cəmləşir. Yəni, hamı burada işin bir parçası olur. Bütün siniflə işdə. Hamı da eyni fəaliyyət üzərində. Müzakirələr qurula bilər, məsələn, şagirdlərlə, sual-cavab prosesləri qurula bilər və s. Bu bütün siniflə işdir. Baxın, qruplarla işdə müxtəlif fəaliyyətlər var idi. Amma bütün siniflə işdə eyni bir fəaliyyət üzərində hamı çalışır. Müxtəlif iş olmur. Çünki qruplarda müəllim bölür qruplara. Hər iş bölgüsü edə bilər hər bir qrup üçün. Onların hər birinə öz vəzifələrini verə bilər. Amma bütün siniflə işdə hamı üçün eyni bir işi həyata keçirəcək. Üstün cəhəti odur ki, bütün siniflə işin dedik, yəni hamı qoşulur dərsə, çatışmayan tərəfi odur ki, bəzən passiv, utancaq şagirdlər nə olur? Kölgədə qalır, kənarda qalır. Düşünməyə ehtiyacı olan şagirdlər kölgədə qalır. Bunun da qarşısını almaq mümkündür. Bunun qarşısını almaq üçün sual-cavabdırsa, müəllim gözləmə, düşünmə vaxtı verə bilər ki, hamı düşünsün, sonra cavabları alsın. Burada da artıq utancaq uşaqlar, passiv uşaqlar da ən azından cəlb olunacaq. Elə şagirdlər var ki, onlar sualın cavabını bilir. Demək də istəyir. Amma ona düşünməyə ehtiyacı var. Daha dərindən düşünmək istəyir. Bu zaman artıq sualı verən kimi hamı cavablandırırsa, o uşaqların da sualı cavab vermə bacarığı əlinə alınmış olur. Düzdür? Bu da onun mənfi tərəfidir. Belə, hər bir iş formasının üstünlükləri və çatışmazlıqları var. Bunları öyrənirsiniz. Bir də əsas iş formasını yadda saxlayın. Üstünlüklərinə görə biz seçirik. Üstünlüklərinə görə. Belə.